Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Müəllimlər, sizdən gələn tələb üzrə cərəyanlara izah çəkirəm. Ümidvaram ki, sizlərə faydası dəyəcək. İlk öncə izaha qulaq asmadan öncə kanala abunə olub bəyənməyi unutmayın və fikirlərinizi yorumda yazarsınız. Hansı mövzulara növbəti izahım gəlsin, hansı mövzulardan çətinlik çəkirsinizsə yazarsınız yorumlara. Müəllimlər, biz cərəyanlardan bilirik ki, cərəyanlarla 8 və 9-cu siniflərdə tanış olmuşuq. İlk öncə bu PDF-də bütün cərəyanları əsrləri ilə ardıcıl şəkildə bütün metodik, dərslikdəki məlumatları bir yerə yığmışam. Kim əldə etmək istəsə mənimlə əlaqə saxlasın, ödənişsiz şəkildə müəllimlər faydalansın deyə verirəm. Müəllimlər, cərəyanlarda burada bütün cərəyanlar var. Bir dənə ampir üslubla klassizm yoxdur, onu da əlavə edəcəm. Müəllimlər, ilk öncə klassizmdən danışaq. Klassizm nədir? Klassik sözündən götürülmüşdür. Nümunəvi deməkdir. Yəni 17-19-cu əsrlərdə Qərbi Avropa incəsənətində antik dövrə ideal kimi müraciət edirdi və antikliyi ən yüksək nailiyyət hesab edib onu incəsənətdə etalona çevirərək təqlid etməyə can atırdılar. Klassizm cərəyanı bilirik ki, dərslikdə tanış olduğumuz cərəyanlardan ilk öncə yaranan üslub olmuşdur və bu üslubda fəaliyyət göstərən Jacques-Louis Daviddir. Enger'də bilirik, Enger'ın müəllimi də elə Jacques-Louis David olmuşdur və müəllimlər klassizmin təməlini Jacques-Louis Davidin Horatislərin and əsəri qoymuşdur. Sonra müəllimlər ampir üslubda sadəcə 19-cu əsrdə yaranmışdır. Ampir üslubun adı gəldimi, ampir üslubu imperiya üslubudur və ampir üslubun adı gəldimi mütləq Napoleon Bonaparte'ın birinci imperiya dövrü, Napoleon Bonaparte'ın adı yada düşməlidir. Yəni birinci imperiya dövründə, Napoleonun dövründə Fransada meydana gələn imperiya üslubudur və klassizmin inkişafında da ampir üslubu sonuncu mərhələ sayılır. Ampir üslubuna xas cəhətlər nələrdir? Möhtəşəmlik, zəriflik, dəbdəbə, qüdrət, hərbi gücün təcəssümü və antik incəsənətə müraciət olunmasıdır. Ampir üslub, məsələ ən çox burada Jacques-Louis Daviddə biz buna Jacques-Louis Daviddə ilə rast gəlirik. Məsələn, Ömər Eldarovun əsəri Heykəlin, Xurşid Bani-Natəvan da ampir üslubunda, Oqtay Sadıq-Sadətə də ampir üslubunda, məsələn, Xurşid Bani-Natəvan rəngkarlıq əsəri vardı və ampir üslubu da dedik ki, bu Jacques-Louis David yaradıcılığındadır. Neoklassizm müəllimlər, indi növbəti neoklassizmdə tanış olaq. Neoklassizm 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində antik və intibah. Bax, neoklassizmin adı gəldimi mütləq antik və intibah dövrünün nailiyyətlərinə maraq oyadan cərəyandır. Antik intibah dövrünün nailiyyətlərinə aydın plastik formalara maraq oyadan cərəyandır. Bu yadda saxladıq 19-20-də neoklassizm. Müəllimlər, sonra romantizm üslubu ilə biz tanış olaq. Romantizm üslubu da 18-19-cu əsrdə yaranmışdır. Klassizmə zid bir cərəyandır və romantizm üslubunda fəaliyyət göstərən rəssamlar Ejen Delacroix olmuşdur. Dərslikdə tanış olduğumuz Ejen Delacroix'dır, Fransiska Goya'dır. Bu üslublarda fəaliyyət göstərmişdir və romantizm üslubuna xas cəhətlər nələrdir? Güclü ehtiraslar, insan xarakterinin təsviri, mənəvi və yaradıcılıq həyatındakı təsdiqi daha xarakterlidir. Yəni, bütün qəribə, fantastik, bədii həyatda deyil, əslində kitablarda mövcud olanlar elə romantik adlandırılır. Və növbəti üslubumuza baxırıq. 19-cu dedik ki, 19-20-ci əsrdə neoklassizmlə tanış olduq. İndi isə simvolizmə baxırıq. Simvolizm cərəyanında bilirik ki, Paul Gauguin işləmişdir. Paul Gauguin-də sadəcə simvolizm yox, primitivizm, simvolizm, modern üslublarında işləmişdir. Postimpressionizm cərəyanının da nümayəndəsi olmuşdur Paul Gauguin. Simvolizm cərəyanı yəni bu sözün mənası işarə rəmz deməkdir. 1870-80-ci illərdə Fransada yaranmışdır. 19-20-ci əsrlərdə isə daha çox inkişaf etmişdir. Sənət aləmində diqqəti cəlb etmək üçün sirr və müəmma sözünün adını eşitdikmi mütləq simvolizm yada düşür. Sirr və müəmmalardan bol bəhrələnən ən nəhəng rəngkarlıq istiqamətidir. Yəni, yaradıcılıqda məhəbbətdir, ölümdür, istirabdır, bu kimi əbədi mövzular simvolizmin əsas motivləri olmuşdur. Sonra növbəti üslubumuza baxırıq.
Primitivizm, müəllimlər, primitivizmdə adı gələn kimi bilirik ki, uşaq yaradıcılığı yada düşür. Yəni primitivizm Afrika, Okeaniya, Amerika xalqlarının incəsənəti, uşaq yaradıcılığı bu nümunələr primitivizm nümunələri sayılır və primitiv sözündən götürülmüşdür. Bu da 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəlində təsvir sənətdə rəsmin formasını bilərəkdən uşaq yaradıcılığına, yəni ibtidai dövr rəsmləri kimi sadələşdirilməsini özündə birləşdirən istiqamət olmuşdur primitivizmdə. Və dedi ki, Paul Gauguin'in yaradıcılığının xas cəhətlərdən biri də elə primitivliyi idi. Və müəllimlər, sonra modern dedik 19-20-ci əsrdə tanış olduq. Neoklassizm, simvolizm, primitivizm 19-20-dən davam edirik. İndi isə 19-20-ci əsrdə yaranan ilə digər üslubumuz modern üslubuna baxaq. Modern üslubunun adı yəni yadımıza düşdümü mütləq şəkildə dedik ki, burada dekorativ tətbiqi sənətin çəklənməsi yada düşür. Düz xətt və təbii xəttlərin xeyrinə bucaqlardan imtina. Yəni modernin müasir çağdaş deməkdir. Ən yeni deməkdir. Və burada təsvir sənətdə çox geniş yayılmış bir istiqamətdir. Düz xətt və təbii xəttlərin xeyrinə bucaqlardan imtina, yeni texnologiyalara da maraq, dekorativ tətbiqi sənətin çəklənməsidir. Rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər modern adlanır. Yəni modern üslubunda olan əsərlərdə dərinliyi, effekti yox idi. Sanki üzdən səthi görsənirdi əsərlər. Bir sürü aplikasiyaya oxşayırdı. Və müəllimlər, bu üslublarda elektron sınaq hazırlamışam. Kim əldə etmək istəsə mənimlə əlaqə saxlasın. Bütün üslub cərəyanların bütün xüsusiyyətlərindən sınaqdır. Elektron sınaq müəllimlər, indi modernizm cərəyanına baxırıq. Bu əsrlərə görə bunları ard-arda yığmışam. Deməli, indi isə 19-20-ci əsrdən söhbət gedirsə, digər üslubumuz modernizmdir. Modernizm cərəyanında bilirik ki, fəaliyyət göstərən rəssamlar çox olmuşdur. Yəni, modernizm cərəyanı elə bir cərəyandır ki, özündə bir çox cərəyanları ehtiva edir. Yəni, məcmudur. 19-cu əsrin ikinci yarısında və 20-ci yüzilliyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusudur. Əgər məcmu sözü varsa modernizm, əgər ümumiləşdirilmiş ad sözü varsa avangardizm yada düşür. Modernizm cərəyanında impressionizm, postimpressionizm, kubizm, abstrakt sənət, daha modernist meyillər vardı. Yəni bu cərəyanları özündə əhatə edir. Yəni klassik ənənələrə bu cərəyan klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunurdu. Dedi ki, klassik ənənə klassizm cərəyanı deyil. Bunu heç vaxt qarışıq salmayaq. Yəni əvvəlki ənənələr deməkdir. Klassizm, amma belə oxşar sözlər olduğuna görə bunların adı gələndə mütləq şəkildə əlaqələndirək ki, hansı önümüzə çıxanda rahat şəkildə yaza bilək. Məsələn, klassizmə cərəyan romantizm idi. Klassik incəsənətin böhran keçirilməsi kubizmin yaranmasını şərtləndirmişdir və klassik ənənələrə yenidən baxırsa, əlbəttə ki, modernizmdir. Amma klassik ənənələri pozursa, klassik qaydaları pozub da ənənəvi sosial mədəni dəyərlərə olan münasibəti dəyişib də kökündən bir növrəni dəyişmək istəyirsə, əlbəttə ki, avangardizmdir. Yəni bu xüsusiyyətləri aydın şəkildə yadda saxlamaq lazımdır ki, imtahanda önümüzə çıxanda hazırlıqlı olaq. Müəllimlər, digər üslubumuz elə 19-20-ci əsrlərdə yaranmış avangard və avangardizm üslubuna baxırıq. Bu irəli mühafizə deməkdir. Modernizm müasir cərəyan deməkdir. Avangardizm sözünün mənası irəli mühafizə deməkdir. 19-20-ci əsrlərdə yaranmışdır. Modernizm cərəyanı, avangardizm cərəyanı 19-20-ci əsrlərdə yaranmışdır və incəsənətdə ən əsası Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adıdır. Yəni, irəli mühafizə mənasını verən iki sözün birləşməsindən yaranmışdır. Avangardizm cərəyanı ilk öncə Fransada yaranmışdır, sonralar Almaniya, İtaliya kimi digər ölkələrə yayılmışdır. Yəni, bu hərəkatın nümayəndələri qəbul edilmiş bütün normaları, qayda və idealları pozmağa çalışırdılar və Avropa mədəniyyətində əvvəllər heç bir cərəyan bu cərəyan kimi, yəni rəngarənglik görməmişdi və avangardçı rəssamlar incəsənətin dilini xeyli zənginləşmişdilər. Məsələn, onlar yeni ideyalar təklif etmişdilər və bu ideyaları irəli sürən rəssamlar
Henri Matisse, Pablo Picasso, Vasili Kandinsky və Salvador kimi böyük sənətkarlar olmuşdur. Keçən dəfə bir sınaq göndərdi müəlliməmiz. Orada, yəni bu ideyaları irəli sürməyən rəssama, soruşurdu. Yəni bu xüsusiyyətləri, rəssamları yadda saxlayaq ki, tezdə çıxanda düzgün şəkildə götürə bilək. Və müəllimlər, dedik avangardizm Fransada yaranmışdır, sonra Almaniya, İtaliya kimi digər ölkələrə də yayılmışdır və avangardizm cərəyanı da modernizm cərəyanı kimi özündə bir neçə cərəyanları əhatə edir. Yəni avangardizmdə əhatə olunduğu ekspressionizm, kubizm, konstruktivizm, primitivizm, yəni bu kimi cərəyanları əhatə edir və ekspresionizm, kubizm, konstruktivizm, primitivizm kimi cərəyanları özündə əhatə edir. Amma ki, biz bayaq modernizm cərəyanında dedik ki, impressionizm idi, sonra sürrealizm yox, impressionizm, postimpressionizm cərəyanı, sonra kubizm, abstrakt sənətlər modernizmə aid edilirdi. Və müəllimlər, 20-ci yüzilliyin onun çiçəklənməsi, avangardizmin çiçəklənməsi 20-ci yüzilliyin əvvəlinə təsadüf edir və bu qədər avangardizm haqqında. Sonra növbəti üslubumuza baxaq, fauvizm. Dedik, fauvizm cərəyanı isə 19-20-ci əsrlərdən davam edirik müəllimlər. Fauvizm cərəyanı da 19-20-ci əsrdə yaranmışdır və fauvizm sözünün mənası vəhşi deməkdir. Fransa rəngkarlığında yaranmış bir üslubdur. Fauvizm cərəyanının bilirik, adı gəldimi rəssamlar arasında mütləq şəkildə yadımıza düşür bizim Henri Matisse və Henri Matisse'in bilirik yaşıl şlyapalı qadın əsəri bu fauvizmin təməlini qoyan əsər olmuşdur. Fauvizm cərəyanında işıq, kölgə və xətti perspektivdən imtina edirdilər. Formanın sadələşdirilməsini əsas götürürdülər. Yəni məkanın, həcmin, bütövlükdə rəsmin kəskin ümumiləşdirilməsi, işıq, kölgə və xətti perspektivdən imtina edilməsi ilə formanın sadələşdirilməsi idi. İndi isə müəllimlər burada bu əslində cərəyan aşağıda akademizm üslubunu görüb, bu cərəyan deyil, bir rəngkarlıq istiqamətidir və bunları yadda saxlayaq. Akademizm təsvir sənət tarixində istifadə edilən termindir. Rəssamlıq akademiyalarında bədii sistemlərin, istiqamətlərin, antik və intibah incəsənətinin təqlididir. Deməli, biz bu antik və intibah sözü ilə bayaq da rastlaşdıq. Harda rastlaşdıq müəllimlər? Neoklasizm cərəyanında. Amma neoklasizm bir cərəyandır, amma akademizm cərəyan deyil. Deməli, biz neoklasizmdə tanış olduq ki, antik intibah dövrünün nailiyyətlərinə maraq oyadırdı. Amma akademizmdə antik və intibah incəsənətinin təqlididir. Bunu da belə yadda saxlayırıq. Növbəti rəngkarlıq istiqaməti plenerdir burada. Plener nədir müəllimlər? Açıq havada rəsm deməkdir. Yəni təbii işıq, təbii şəraitdə təsvir edilən rəngkarlıq texnikasıdır. Plener rəngkarlığı rəssamların açıq havada işləməsi nəticəsində yaranmışdır. Və bilirik ki, impressionizm cərəyanının nümayəndələri plener rəngkarlığına üst tutmuşdular. Növbəti biz artıq 19-20-ci əsrdən danışmırıq. Sadəcə 19-cu əsrdən danışacağıq. İmpressionizm cərəyanı. İmpressionizm cərəyanı müəllimlər bilirik ki, 19-cu əsrdə Fransada yaranmış ən böyük hərəkat. Yəni hərəkat adı eşitdikmi mütləq impressionizm yada düşür. İmpressionist rəssamlar çalışırdılar ki, yəni ötəri təəssüratları, yəni təbiətdə baş verən dəyişiklikləri, onlar çalışırdı ki, yağışdan sonra nəm, yəni günəşli, buludlu hava keçidində olan o dəqiq dəyişiklikləri vurğulamaq istəyirdilər öz əsərlərində. Və impressionist rəssamlar təbiətin heyrətamiz rəng zənginliyini görməyə, göstərməyə çalışırdılar. Dedik, əsərlərdə küləkdir, yağışdan sonra nəmdir, günəşin hərarəti hopan-torpaq hiss olunurdu və impressionist rəssamlar ətraf aləmin təsvirinə də yeni tərzdə yanaşırdılar və onların əsərlərində insan fiqurları, əşyaların əhatə olunduğu işıq-hava mühiti çox böyük əhəmiyyət kəsb edərdi və impressionist rəssam, impressionist üslub akademik rəngkarlıqdan fərqlənir. Çünki burada ilk növbədə konturdan imtina edən impressionistlər onun əvəzinə kiçik ölçülü kontrast rəngli yaxmalardan, kontrast bilirik bir-birindən kəskin fərqlənən rənglər və kontrast rəngli yaxmalardan istifadə edirdilər və beləliklə palitradan istifadə etmirdilər. Birbaşa rəngi kətanın üzərinə yaxmaqla lazım olan çalarları orada alırdılar və bunun nəticəsində də sonradan
qara rəngdən tamamilə imtina etdilər və impressionizm sözü ilk dəfə tənqidçilərin biri tərəfindən Claude Monet'in əsəri olan Doğan Günəş təəssürat əsərinin təəssürat haqqında yazısında istifadə edilmişdilər. Yəni təəssüratçılar deməkdir bu. Və müəllimlər, üzr istəyirəm, dedi ki, bu impressionizm cərəyanında olan əsərlərdə intibah dövründəki rəssamlarda olduğu kimi bu əsərlərdə perspektiv qaydaları və qavrama bacarıqları üzərində qurulurdu əsərlər. İmpressionist rəssamlar üçün əsərdə nəyin təsvir olunması o qədər əhəmiyyətli deyildi, lakin necə təsvir olunması çox əhəmiyyətli idi. Çalışırdılar ki, əsərlərində müsbət tərəfdən təqdim etsinlər. Yəni onlar aclıq, xəstəlik, ölüm kimi sosial problemlərə də toxunmurdular. Bilirik ki, elə o gis şənlik, şuxluq, daha bu cür sevinç, bu kimi mövzular o gis Renoir yaradıcılığında da daha aydın nəzərə çarpırdı. Və impressionistlərin əsərlərində tez-tez insanları istirahətdə, əyləncə zamanı və yaxud müəyyən bir yerin görüntüsündə, müəyyən işıqda çəkirdilər. Və onların əsərlərində başlıca motivlərdən biri təbiət olmuşdur. Daha çox mənzərə çəkirdilər. Mənzərədə də bilirsiniz, elə Claude Monet'in özü silsilə şəklində eyni mənzərəni günün müxtəlif çağlarında çəkirdi ki, yəni eyni mənzərə hər günün müxtəlif vaxtlarında eyni təəssüratı yaratmadığını göstərmək istəyirdi. İmpressionizm yaranmasının meydana gəlməsinə təkan verən əsas səbəblər də bunlar olmuşdu ki, elmi kəşflərdən olan fotoşəklin ixtira edilməsi idi. Sonra rəng dairəsi nəzəriyyəsi meydana çıxdı. Sonra tubiklərdə boya meydana çıxdı. Bunlar və impressionist rəssamlar da çoxdur müəllimlər. Kamil Pissarro, Gustav Caillebotte, Paul Cézanne bilirik ki, müəllimlər impressionizmlə kubizmin arasında körpü salan şəxs olmuşdur. Amma belə daha çox postimpressionizm cərəyanında da, kubizm cərəyanında da fəaliyyət göstərmişdir. Yəni kubizmin arasında körpü salmışdır. Yəni təməl oradan qaynaqlanmışdır. Dedik, impressionist üslubda da əsəri var, elə impressionizmdə də, impressionist dövrü də var idi Paul Cézanne'ın. Claude Monet, Edouard Manet, Gustav Caillebotte, Alfred Sisley, Edgar Degas, Kamil Pissarro kimi impressionist rəssamlar var. Və əvvəllər impressionizm nümayəndələrinin əsərlərini qəbul etmirdilər. Çünki onların əsərləri cəsarətli və qeyri-adi görünürdü. Və onlar yenə yollarından dönmədilər, öz yolları ilə addımladılar və impressionizm müasirlərin yaddaşında inqilab edərək yeni üfüqlər açdı, incəsənətin inkişafına, yeni konsepsiya, cərəyan və formaların yaranmasına da təkan verdi. Fransada yarandı 19-cu əsrdə və ən böyük hərəkat oldu. Belə növbəti cərəyanlarımıza keçək. Müəllimlər, postimpressionizmə baxaq. Postimpressionizm cərəyanı sonra və bu postimpressionizm cərəyanı dedik ki, impressionizmdən, yəni sonra yaranmış bir üslubdur. Təsviri sənətdə bu üslub, yəni postimpressionizm, post sonra deməkdir. İmpressionizm təsvir sənətdə bunlar bədii bir cərəyan kimi götürülür və bu cərəyanda rəssamlar görünən gerçəkliyi yaxud ötəri təəssüratları vurğulamırdılar. Yəni çalışırdılar ki, ətraf aləmin uzunmüddətli vəziyyətini əks etdirsinlər. Ətraf aləmin uzunmüddətli vəziyyətini, həyatın məğzini təsvir etməyə onlar səy göstərirdi və dekorativ üslubiyyətə də müraciət edirdilər müəllimlər. Postimpressionizm nümayəndələri bilir ki, Paul Gauguin'də, Vincent van Gogh'da, Paul Cézanne'da, hətta Pablo Picasso'nun üslub texnikasında da postimpressionizmin adı çəkilir. Sonra növbəti impasto, bu bir texnikadır. Texnikaya baxaq müəllimlər. Deməli, impasto texnikasıdır bu. Impasto texnikası, Van Gogh bilirik ki, bu texnikaya bütün rəssamlardan daha çox, Van Gogh'un özü postimpressionizmin nümayəndəsi olmuşdur. Və bu impasto texnikası, Van Gogh bu texnikaya hər kəsdən daha yaxşı bələddir və bu termin İtalyan dilində pasto sözündən yaranmışdır. Yəni fırçanın və mastik bıçağın izlərinin bilindiyi qalın boya qatı deməkdir. Güclü həcm effekti yaradır. Əsərlər sanki kətan üzərində qabarıq görsənir. İndi isə biz kubizm cərəyanına baxırıq. Kubizm artıq 20-ci əsrdəki, impressionizm 19-cu əsrdə idi və impressionizmlə də kubizmin arasında körpü saldı Paul Cézanne. İndi kubizm cərəyanına baxırıq. Kubizm 20-ci əsrdə yaranmış ilk nəhəng formalist cərəyandır. İlk nəhəng.
Və klassik incəsənətin bayaq da vurğuladığım kimi böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Burada kubizm üslubunda naturanın əsasını sadə həndəsi formaların təşkil etdiyini rəssamlar əsas götürürdülər. Kubizmin arasında impressionizmlə körpü salan olmuşdur. Paul Cézanne və abstraksionizm cərəyanı da kubizmin əsasında yaranmışdır. Və kubizm cərəyanındakı rəssamlar bilərəkdən rəng palitrasında istifadəni məhdudlaşdırırdılar. Sanki əsərdə rəng azlığı müşahidə olunurdu və bu əsərlərdə boz, qara, qəhvəyi rənglər üstünlük təşkil edirdi. Və müəllimlər, kubizm cərəyanı daha çox kubizm üslubunda yaradılmış ilk əsas bilirik ki, əsər Avignon qızları əsəridir və bu da Pablo Picasso-nun Afrika dövründə yaratdığı əsəri olmuşdur. Daha çox bu üslubda fəaliyyət göstərən dərsliklə tanış olduğumuz rəssamlar arasında Pablo Picasso-dur. Və kubizm üslubunda, rəngkarlıqda kubizm sadəcə əşyanın təsviri deyil, əşyanın düşünərək dağıdılmış, rəssamın şüurunda yenidən yaradılmış təsviridir. Kvadratlar formasında sanki dağıdılır rəssamın şüurunda və yenidən yaradılmış formasıdır. Və kubizm üslubu rəngkarlığın inkişafına böyük təsir göstərdi. Məkanda faktura və həcmin verilməsi üsulları barədə rəssamların təsəvvürünü dəyişdi və digər cərəyanlara da yol açdı və yeganə cərəyandır ki, kubizm üslubunda təsvir edilmiş rəmzləri tamaşaçı özünün istədiyi kimi yozurdu və öz qarşısına məqsəd təsviri vəzifəni yox, fəlsəfi vəzifəni qoymuşdur. Və kubizm də öz inkişafını 3 mərhələdən keçmişdir. Biri Paul Cézanne'ın yaradıcılıq dövrü, biri 2 dənəsi isə Pablo Picasso-nun yaradıcılıq dövrü. Müəllimləri də burada çaşqınlıq yaradan bir nöqtə var ki, 1900 təəssüf ki, bizdə dərslikdən nə varsa o düşür. Qeyd olunur ki, 1909-cu ilə qədər olan, yəni yaradıcılıq dövrü artıq Paul Cézanne 1909-cu ildə həyatda yoxdur. Biz təəssüf ki, elə bu cürə də yadda saxlayırıq. Yəni Paul Cézanne 1839-da anadan olmuşdur, 1906-cı ildə artıq vəfat etmişdir və Paul Cézanne'ın kubizm dövrü bilirik ki, onun dövründə daha çox iri formalar, kobud formalar xarakterikdir. Amma ikinci dövrdə analitik kubizm artıq Pablo Picasso-da isə daha çox detallar xırda detallarla verilirdi və bu dövrdə 1909-12-ci, 1912-ci illəri əhatə edirdi. Çox xırda detallarla verilirdi əsərdə bu xüsusiyyətlər. Və sonra sintetik dövrə baxırıq. Sintetik dövrdə də bilirik ki, Pablo Picasso-dadır. 1913 və 14-cü illərdə bu üsulunda əsas xüsusiyyətini kollajlar təşkil edir. Sintetik dövrün əsas xüsusiyyəti kollaj idi, bilirik ki. Və kubizm yaradıcı prosesi əşyəvi aləmdən mücərrətliyə doğru da aparmışdır. Sonra növbəti üslubumuz surrealizmdir. Surrealizm cərəyanının adı yada gəldimi mütləq şəkildə Salvador Dali daha çox yada düşür. Dərsliklərdəki rəssamlar düşürsə konkret bunlardan danışırıq. Və Pablo Picasso-nun özü də surrealizm cərəyanında işləmişdir. Sonra Juan Miro'da işləmişdir. Surrealizm üslubunda digər, məsələn, Paul Klee-də də var. Ən çox Salvador Dali yaradıcılığında da görürük. Surrealizm cərəyanı 20-ci əsrin birinci yarısında dünya incəsənətindəki bədii istiqamətdir və qəribəliyi ilə, ağla ziddiliyi ilə, ümumi qəbul olunmuş standartlara uyğunsuzluğunla seçilən bir üslubu idi bu. Yəni 1920-ci ildə Fransada yaranmışdır. Qərb mədəniyyətinə də böyük təsir göstərmişdir və surrealizm cərəyanı mütləq şəkildə yadda saxlayırıq ki, kubizm və abstrakt sənətin qavranılmasını tamamilə asanlaşdırmışdır. Kubizm və abstrakt sənətin. Və müəllimlər, kubizm cərəyanı dedik, abstrakt sənəti, surrealizm cərəyanı abstrakt sənəti və kubizm qavranılmasını asanlaşdırdı. Surrealist rəssamlar üçün məqsəd tamaşaçını iradədən, dərrakədən məhrum etməkdir. Və surrealist rəssamlar xəstə təxəyyülün, qarabasmaları, dəhşətli yuxuları, mistik görüntüləri onlar üçün cəfəngiyat və sərsəmlikdə dünyanın yeganə qanuna uyğunsuzluğu idi. Və onlar hesab edirdilər ki, ağlın çaşması yaradıcı proses üçün ideal haldır. Və surrealist rəssamlar
kollaj və müxtəlif texnologiyalar vasitəsilə obrazların absurd və ziddiyyətli uyğunluğunun bir-biri ilə birləşməsini də təklif etmişlər. Növbəti üslubumuza baxırıq. Biz abstraksionizm cərəyanı ilə tanış olacağıq. Abstraksionizm cərəyanı müəllimlər 20-ci əsrdə yaranmış bir üslubdur. Bilirik, 20-ci əsrdə sürrealizmdir, abstraksionizmdir. Bu üslublar yarandı. Amma sürrealizm cərəyanını unutmuruq, yadda saxlayırıq ki, sürrealizm cərəyanı yeganə cərəyandır ki, bu cərəyandan sonra rəssamlar başqa cərəyan axtarış məqsədi güdmürlər. Yəni, bu cərəyanın şərtləri onları tam qane edir. Abstraksionizm cərəyanı gəldi mütləq Vasili Kandinskinin adı yada düşür. Vasili Kandinskin bilirik ilkin əsərləri impressionist üslubda olmuşdur. 1910-cu ildən etibarən isə əsərləri artıq abstraksionizm üslubunda olmuşlar. Abstrakt sənət 20-ci əsrdə yaranmışdır və formalist 20-ci əsrdə təsvir sənətdə formalist rəsmiyyətçi cərəyandır. Formalist rəsmiyyətçi cərəyandır. Formalist sözü ilə bayaq biz kubizmdə də rast gəldik. Bilirik, kubizm də 20-ci əsrdə yaranmış üslubdur. Ona görə bunu qarışdırmamaq üçün sadəcə formalist rəsmiyyətçi varsa bu abstraksionizm, amma ilk nəhəng formalist varsa ilk sözü kubizmdədir. Və müəllimlər, abstraksionizm cərəyanındakı rəssamlar təsvir sənətin növlərini, reallığın təsvir əlamətlərindən imtina etmişlər. Onlar üçün, yəni əsərlər daha real tərzdə təsvir olunmurdular. Kompozisiyaların əsasında müxtəlif səthlərdən, rəngli hissələrdən, xətlərdən ibarətdir və abstraksionizm cərəyanı İkinci Dünya müharibəsi başlayan zaman faşistlər tərəfindən ümidsizlik sənəti kimi elan olunmuşdur. Və bu sənət hər kəs tərəfindən qavranıla bilməz. Bunun üçün öncədən hazırlıq olmalıdır. Abstraksionizm cərəyanı həmçinin memarlıq üslubuna, dizayna, sənaye, tətbiqi və dekorativ tətbiqi sənətin təşəkkülünə də böyük təsir göstərmişdir. Və onların əsərləri kompozisiyalarda formal elementlərdən, xətt, rəng parçalarından, formanın yayınan xarici görünüşü əsasında qururdular və abstraksionizm cərəyanı kubizmin əsasında yaranmışdır. Ona görə də onun məntiqi davamı sayılırdı. Bilirik ki, kubizm cərəyanının rəssamları tam mücərrətliyə gedib çatmamışdılar. Amma abstraksionizm cərəyanında olan əsərlərdə tamamilə əsər mücərrətləşdi və abstraksionizm cərəyanının yaranmasına səbəb olan əsas xüsusiyyətlərdən də biri budur ki, rəssamlar artıq gerçək həyatdan real əşyalar onları maraqlandırmırdı. Yəni real həyatdan artıq heç bir səbəb tapa bilmirdilər və bu sənətin ümumiyyətlə bu kimi üslubların yaranmasında da foto sənətinin rolu çox böyük olmuşdur. Yəni fotoqrafiyanın ixtirası. Və müəllimlər, növbəti üslubumuza baxaq. Ekspresionizm. Dedik, ekspresionizm modernizmin ekspresionizm ilk öncə bunu vurğulayım ki, bu rəngkarlar arasında Paul Klee də, heykəltaraşlar arasında isə Alberto Giacometto'nun üslub texnikasında görsənir. Ekspresionizm 20-ci əsrin əvvəlində Avropa incəsənətində bədii istiqamətdir və Birinci Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hisslərini ifadə edirdilər. Yəni, müharibəyə etirazın ifadəsi kimi meydana gəlmişdir və Almaniya, Avstriya bu kimi ölkələrdə də geniş yayılmışdır. Almaniya, Avstriyada xüsusilə geniş yayılmışdır bu üslub. Və əsərlərin əsas motivləri şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dərin kədər bu kimi mövzulardır. 20-ci əsrdə də yaranmışdır. Növbəti üslubumuza baxırıq. Konstruktivizm. Konstruktivizm 20-ci əsrin 20-30-cu illərində inkişaf etmiş bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiyanın əsas təşkil edirdi. Avangard üslubdur. Formaların ciddiliyi, həndəsəlliyi, lakonikliyi, zahiri görünüşün əzəmətliyi ilə səciyyələnirdi. Konstruktivizm üslubu müəllimlər bilir ki, konstruktivizmin və kinetizmin əsasını qoyan şəxs Namqabı olmuşdur. Konstruktivizm üslubuna memarlıqda bunun dünyada banisi Le Corbusier idi. Bilirik ki, Le Corbusier bunun dünyada banisidir. Azərbaycanda Mikayıl Hüseynovun yaradıcılığında memarlıqda tətbiq olunduğunu görürük və
Növbəti kinetizmə baxırıq müəllimlər. Kinetizm kinetik sənət yaxud kinetizmdir. Hərəkətə gətirən deməkdir. Kinetik sənətin adı yada düşəndə mütləq şəkildə işığın köməyi ilə rəsm, yəni işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın işığın köməyi ilə üzr istəyirəm, konkret fotoqrafiyadır, bu ayrı. Amma işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü barədə təsəvvürə əsaslanır. Bəzi müəllimlər sual verir ki, kinetik sənət, yəni kinetizm bu abstrakt fotoqrafiyada, yəni bu kimi digər yeni yaranmış üslublar var.